Göyçə mahalının hansı kəndindən oldunuz dediniz? Göyçənin Axtar rayonu var idi orada. Göyçənin Axtar rayonundan 88-89'da gelmişim. O vaxtı müharibə düşəndə. Elə o vaxtdan da işləyirsiniz. Yox, yaxından işləyirəm. Onlar 10 il olar, 8-10 il. O hayatı olsun, 4 il bundan qabağı sonra. Əmək haqqı sizi qane eləyir, bax bu qədər əmək haqqı qane eləyir sizi bu qədər zəhmət çəkir. Normal sağla ekonomiya ilə də. Rəhmətli Brejnev deyir, ekonomika dalacaq, bu ekonomiya. İqtisadiyyat qənaətçi olmaz. Ekonomiya elə yaşayıraq. Ay, nə gözəl danışırsınız siz. Mən? Siz həm də gözəl danışırsınız. Sağ olun, sağ olun. Sağ olun. Çok savadlı olmuşam. Bir edebiyat müəllimi olmuşam. Dil ədəbiyyat müəllimi. Edebiyat, pedagojin instruktoru da dil edebiyat müəllimi olmuşam. Kendimizde hardasa bir 15 yıl uşaqları dərs vermişəm. O Azərbaycan dili. Edebiyat, nitq hissələri. Uşaqlar, isim, sifət, sahib, feil, əvəzlik, bilirsin. Ha, bilirəm baba, bilirəm müəllim. Belə, onlardan məşğul olmuşam. 88-ci ilə qədər. 88-ə qədər, bəli. Bəs gələndən sonra niyə işləmədiniz, ali təhsilli müəllim? Gələndən sonra da getmədim də, müəllimin istədim daha dəstəyə olmuşam. Müəllimin istədim dəstəyə olmuşam. Bəs nə işlədiniz sonra? Bacımın yanında hərdən də pensiya və sağ. Uşaqlar nə bilməm, bal yanında bal verdi, şor yanında şor. Sonra bacınızın yanına gəldiniz. Sonra bacımı gördüm, çəkilini çəkib gəldim buna köməklə. Neçə yaşınız var? 75-i keçir. Keçmisiniz. Haçlara doğru gidirəm ona. Aha, bəs çətin deyil, bax hər gün bunları yığmaq, yığışdırmaq. Çətindir, bəli, çətindir. Onu siz görürsünüz, çox sağ olun, çox sağ olun. Nə qədər əmək haqqı alırsınız, bax bunu yığışdırmağa görə? 372 mal. 372 manat. Hansı... Belə yalandan işləyirlər alırıq. O sigaret pulu ödəməz də. Pensiya alırsınız, pensiya alırsınız. Pensiya alıram, hə. Aha, uşaqlar var. Var, uşaqlar da var, hə. Kömək eləmirlər uşaqlar. Vallahi, mən onları eləyirəm, kasıb yaşayırlar. Fəhlə işləyirlər, nə bilməm, ev tikirlər, nə bilməm. Göz atal verir.